Herkese salam dostlarım, kanalıma ve yeni videoma hoş geldiniz. Dostlarım, bugün videomuzda challenge'ımızın devamı futbolcu challenge'ını dedik. Challenge'ımıza da Ronaldo oluruq. Kesin dəfə Lamine Yamal olmuşduq. Bir de onu diyeyim ki, yani kesin dəfə Lamine Yamal olduq. Ondan sonra da kupanı da o aldı. Ne bilmirəm, bəlkə Ronaldo alsaydıq, bəlkə də o alardı. Neyse, yani belə qismətdir. Sonra bir də onu deyim ki, 8 gündə video çəkmirdim. Yəni o birisi videoma da yaxşı like gəldi. 56 like gəldi. Yəni birinci dəfədir elə oldu. Sonra 400-dən çox baxış gəldi. Abunələrimiz də sayı çoxaldı. Yəni hamınıza təşəkkür edirəm yanımda duranlara. Nəysə, elə dedim ki, videonun təzədən davamını gətirim serinin. Belə serilərim olacaq. Siz də deyərsiniz də, yəni gələn dəfəki videoda hansı futbolçu olsun. Bir de onu diyeyim, 8 gündür video gelmirdi. Biraz dedim tətil edeyim. Yani hem de gələn ildə 11'ə başlayayım, yani biraz tətilim olsun. Neyse, ilk önce keçək əsas şeye, karakterə keçək. Birinci Ronaldo karakterini götürək. Hardadır bu? Neyse, keçdim Ronaldo. Ronaldo burada. Bu da belə kombin qılmışam burada. Şimdi de Ronaldo'nun mən 2009'da en prime vaxtın kombini qurmaq istəyirəm. Yəni siz də özünüz yersiniz. İndiki kombinin yəni saçı məndə olmaya bilər. Yəni indiki kombinin saçı bu vəziyyətdə bundan da hələ aşağı belə bir şeydir. Baxın, yəni o vaxtki saçı belə idi, bu tərsə idi. Baxın, bu elə bir odur da. Bir tane de saç tərzi vardı Real Madrid'de, o da yaxşıdır. Ama məndə o yoxdur. Mən bunu götürdüm. Sonra üzü də götürürük. Bu nədir? Ha, ağız. Sağda üz. Ha, bura gətirilər. Gözü də götürürük belə. Bu Juventus'da olan vaxtıdır. Məndə elə topuz yoxdur deyəsən. Bir dəqiqə ona təzədən baxın. Özündə var idi, amma mən istəyirəm bu vaxtdakı halını qoşum. Məndə Ronaldo forması da var, belə 7 nömrə. Yaşıl alt yoxdur, yaşıl short olsa, yəni elə Portuqaliya forması qoymaq olar, amma o da olmur. Manchester United forması qura bilərik də belə. Bir dənə də boots götürək. Bunu götürdük. Sonra nə götürəcəyik? Sonra heç nə. Əlimizdə də silah da götürək, əlimizdə silah qalmasın, belə adi Ronaldo olsun. Və bu məncə alındı. Bir dəqiqə saçı qoy. Belə də olar, amma bu şey pozur qulağımdakı. Dostlar, mən o birisi saç götürəcəm. Yəni o birisi saç mənə heç o gəlməmişdən qabaq, yəni dəqiqə serdən qabaq mən bunu alanda elə bir təzə gəlmə. Dedim ki, o aldığımda əvvəlki saçını oxşur. Bir dənə yalnız kutu oynayaq, çünki o birisi oyunları oynaya bilmirəm. Yəni sizə demişdim, gameplay oynaya bilmirəm. Bir de dostlarım, onu deyim ki, yəni videolarım iyulun axırına kimi gələcək. Yəni avqustda video gəlməyəcək. Yəni onu da üzr sayısız, mən 11-ci sinifə başlayıram. Ona görə də yəni hazırlaşıram. İndidən hazırlaşıram əslində. Biraz da oynayışım təbilər. Çoxdan biraz çox oynaya bilmirəm da. Vay.
Kafa atmışdım. Canı yok idi. Yani onu diyeyim YouTube'u bırakmıram. Yani YouTube'u bırakıram sadece bir illiyinə. Bir illikdə deyəndə yəni elə təmiz tam bir il yox da. Keçən videoya başladım 11 aydan sonra bax elə. Oyunda pink var. Oyunda pink var. Öz də çıxdı oyundan. Bax belə şey xoşlamıram. Adama pis gəlir. Yəni deyək ki, botdu oynaya bilmir. İnternetim olsa gör nətər oynayıram. Yəni özünüz də videomdan görə bilərsiniz ki, mən bot kimi oynaya bilmirəm. Bot kimi oynamıram da, yəni oynayışım var da, yaxşı oynayıram. Dostlarım, yəni 11-dən sonra geri qaysam, inşallah ki, yaxşı olar, investidə girərəm. Ondan sonra yəni PC-yə keçərik. Elmas xəşləmə falan, daha böyük elmas xəşləmə gələr. Yəni bizim elmas xəşləməmiz, yəni elə belə elmas xəşləmədir. 400-500 elmasın nə elmas xəşləmə videosu olur ki. Güclü oynayacaq arkadaşlar. Və danışanda yəni oynaya bilmirəm. Yaxşı oynaya bilmirəm da onu deyim videoda. Yəni hədəfimiz də 200 abunədir. Əgər ki avqustun iyulun sonunda deyək. 200 abunə ola bilsək bir dənə çəkiliş edəcəm. Yəni kiçik bir çəkiliş də deyim. Kiçik, çox kiçik. İnternet zəifdir. Ha, kafa tuttu. Çizənək gəlir. Belə xoşlamıram oynayan. Allah haqqı. Gedir gəlir vurur, gedir gəlir vurur. Oturub vurur özdə. Bir de adımı da değiştim yani. Değiştim yanında bir tane YT əlavə elədim. Ay bunu atma. Bot kimi oynayıram iyi. Şimdi bakın gör bakın ne tavır dedi. Ne var her şeyi hatırlayın. Ha bunu da attı. Nasıl? Ya benim bahtım gitti çıktı. Abi buz ben buz da ona işləyir. Yəqin ki buradan kəslər qoyarım, kəs qoyarım. Bir həftə oyun oynamayanda yəni bütün elə bir oynayışım zadım gelir. Ay bu nədir? Ay da xoşlamıram bir oynayanları. Bir dənə heç nə eləmədi, hesab verib durdu vurdu. Bak belə durur, bak belə. Belə durur, dur bak. Orada elə gözlük bassa deyim. Bəlkə də arxama gəlir. Bak orada elə gözlük mən bilirəm. Aynı da burada gözlük. Bak nə yer vurursan havadan gülləndirir. Bildim şimdi ben botlaşmışım. Ama onu indi bildim ki ben botlaşmışım.
bütün el ayarım gelir. Elim rahat değil. Abi ne bilir. Ronaldo'nun bot kimi oynayıram. İndi bu Ronaldo'nun adıma görə deyil də, yəni özünüzə eləməyin. Öz botluğunda. Nətər? Ronaldo quraldı. Qardaş deyib nədir? Yurtu qoyub botdu. Bunda neyse var bak. Size deyirəm bak bunda neyse var. Bu həqiqətən bir oyun nətər oynaya bilər belə. 70 hasar vermişəm. Bu dəfə də M14 götüreyim. M14'də güvənirəm. Pompalar səsində yaxşı oynadım budur. Bugün botluğun üstündədir. Oy kaçtık. Ronaldo 1-0 önde. Böyle bu zaman elə belə şeydir. Edward'dan da vurmadı böyle. Oy Ronaldo. Aa, bir tane ifade vardı, onu çekmedim. Zedega. Mağar mı da? Zedega bu ifadenin senin için olmazdı. Oy yaxşı vurdu. Dostlarım ben ucuzum yani bir xal ucuzum. Yani onu diyeyim AVM ile yani hiç bacarığı yoktu. Yani AVM ile siz ne var? Durur bu nedir bunlar? Konteyner yanında durup pusur AVM dürbünü asır. Ama ben dondurdum yani. Eline koydum. Eline koydum. Ses azalttım da. At onu da at. Ha, ben gözlüyordum nasıl birdim atası. Tut. Şimdi ben batımda mı? Arkana tut balık tut.
Neyse dostlarım, belə Ronaldo'yu da oynadık. Dostlarım, yani biraz botluğum üstündə ola bilər, yəni düzdür. Amma yenə oynadık. Ronaldo ilə oyunumuz belə oldu, yəni serimiz belə oldu. Kombin yaxşı oldu, yəni pis olmadı məncə. Bir dənə butusuna baxmam. Dedək, o butusuna baxım görüm. Bunu da almışdım əslində, yəni bununla uyğun gəlmədi. Yəni mənə görə uyğun gəlmədi. Bununla uyğun gələ bilərdi, amma bu da yəni futbol ayaqqabısı deyil də. Hansı bir şey buydu. Dostlarım, videomuz bura qədər idi. Ümid edirəm ki, videom xoşunuza gəlmişdir. Yenə həmişə kimi 56 like gəlsə çox sevinərəm. Yəni abunələri də yaddan çıxartmayın. Yəni 400 nəfər video izləyibdi. Heç olmasa 400 nəfərdən 100 nəfər abunə olsa, yəni çox sevinərəm. Mənə dəstək olmuş olursunuz. Dostlarım, yəni keçən dəfə yəni Ronaldo gəlsin demişdiniz. İndi yenə hansı futbolçu gəldiyini deyirsiniz. Sağ olun, salamat qalın.